Seyyid Mehdi Qəvam bir ruhanidir, alimdir. Deyir, gedmişdir, öz dostları ilə, müridləri ilə, nə bilim mən, tələbələri ilə bir yerdə dincəlir. Bu yanda da bir nəfər adamdı, adını unutmuşam, Məhərrəmdə yazmışdım, qeyd eləmişdim. O yanda oturub içki içir, musiqi səsi, əyləncə səsi, məşhur bir fasik deyək də, günahkar bir adam, sayılan bir adamdır. Buna gəlib dedilər ki, bu ruhani, bu seyid, bu ağa ildə, ömürdə bir dəfə gələr, bu parkda oturar, dincələr, istirahət eləyər. Onun hörmətini saxla, mümkünsə. Biraz səs-küyüz az olsun. Ulan deyir, hə, baş üstə, səsini azaldır, mahnısının, özü də içkili vəziyyətdə. Deyir, amma icazə olsaydı, gedib ona bir görüşərdim, ona ədəb bildirərdim, ehtiramımı bildirərdim. Gəlir deyir, bağışlayın, bilməmişik, siz buradasınız, üzr istəyirik sizdən, mən sizə narahatçılıq yaratmarıq, alnından deyir, öpür, elə o vəziyyətdə. Ağa da deyir, ona baxır, deyir ki, sənin adını çox eşitmişəm ki, belə bir qoçusan, vurub yıxan bir adamsan filan, mənə maraqlıdır ki, sənin həyatın, məramın nədir? Görün, bəlkə xoşuma gəldi, mən də qəbul elədim. Deyir ki, bizim qaydalarımız var da, biz də həyatda bəzi qaydaları qəbul eləmişik. Deyir, məsələn, bizim bir qaydamız məsələn budur ki, birinin çörəyin yesək, o çörəyi tapdalamarıq. Təşəkkürünü eləyərik. Deyir, axı, pozursuz o qaydanı. Deyir, harada pozuruq? Deyir, sənə bütün varlığı bəxş eləyən, çörək verən, yeri göğü sənin ixtiyarında qoyan Allahın çörəyin yirsən, amma heç təşəkkürünü eləmirsən. Heç yerinə yetirmirsən. Deyir, elə o vəziyyətdə fikrə gedir, deyir, hə, ağıllı sözdür bu. Ağlıma batdı bu söz. Ağlıma batdı deyir və orada tövbə eləyir həmin